Martın 5-də Naxçıvana dron hücumundan sonra Azərbaycan İranla sərhəddə yük maşınlarının hərəkətini dayandırıb. Nazirlər Kabinetinin qərarında deyilir ki, İranla sərhəd keçid məntəqələrindən yük avtomobillərinin hərəkəti tranzit məqsədlərdə daxil olmaqla dayandırılıb. Sosial şəbəkələrdə artıq bununla bağlı görüntülər də yayılmağa başlayıb. Qərardan sonra İran tərəfində qalan tır sürücülərindən biri Azadlıq Radiosuna danışır ki, onların Azərbaycan tərəfinə keçməsinə icazə verilmir. Biz sadece burada ciddi İran o bırakılışında, İran burada gömrük işçilerine yakınlaştıkça biz bu nə qədər davam eləyəcək. Bizə dedi ki, o sizlə əlaqədardır, biz bilmirik, siz tərəf çəkib bağlıdır tərəfi. Onlar icazəni versə biz də sizi bıraxacaq. Bizim də məsuldur, bilmirik, biz tərəfdən nə vaxt qərar qəbul olunacaq, nə vaxt göndəriləcək. Bəs bu qərarın iqtisadi nəticələri nə ola bilər? İqtisadçı Rəşad Həsənov deyir ki, bu istənilən halda həm İrana, həm də Azərbaycana təsir göstərəcək və tədarük zəncirində fasilələrin yaranmasına səbəb ola bilər. Amma o əlavə eləyir ki, bu qərarın əsas səbəbi siyasidir və hökumət də bunun nəticələrini əvvəlcədən hesablayıb. İl ərzində təxminən 600 milyon dollarlıq məhsul ixal olunur ölkəyə, Azərbaycana. Yəni, aylıq aspektdən baxsaq, bu 50 milyon dollarlıq və 85 milyon manatlıq bir ixal deməkdir. Yəni, bu ixal olunan məhsulların əhəmiyyətli hissəsi qida məhsulları, gündəlik tələbat məhsulları və məişət təyinatlı və xüsusilə də aşağı orta gəlirli sosial qrupların istehlak etdiyi qiymət optimallığı olan məhsullardır. Və bu məhsulların dayanmasının təbii ki, müvafiq sosial qrupların ailə büdcələrinə də mənfi təsirləri olacaqdır. Yəni, bundan başqa aydındır ki, Azərbaycanın tranzit daşımalardan əldə etdiyi gəlirlərə də mənfi təsirləri olacaqdır. İqtisadçı deyir ki, İran Azərbaycan üçün dominant təchizatçı deyil və bu qərar böyük risk formalaşdırmayacaq. Bu hal uzun çəksə alternativ bazarlar tapılacaq. Naxçıvana dron zərbəsi nəticəsində 4 nəfərin yaralandığı bildirilir. Hadisədən sonra Təhlükəsizlik Şurasını toplayan Azərbaycan prezidenti hadisəni terror aktı adlandıraraq İranın ünvanına sərt bəyanatlar verib. İran hücumun onun tərəfindən olduğunu təksib edib. Azərbaycan hökuməti martın 6-sında axşam məlumat yayıb ki, hər iki ölkənin sərhədində qalan yük avtomobillərinin buraxılmasına başlanıb.